Bu günləri istəyirəm ki, hamılıqla üst tutaq Şam müsibətinə, ora təvəssül eləyək. Əgər imkan varsa, mən bilmirəm bu işıqları, çöldəki işıqları hara qoşmusunuz? Qardaşlar, əgər imkan varsa, asandırsa, məclis pozulmayacaqsa, bir 10-15 dəqiqəlik onları söndürək, sinə vuranda yandırarıq. Çünki mən bilirəm, bax, bu gecəki məclis elə bir məclisdir ki, adam var, bir il gözləyir bu məclisi. Yəni, mən bunu bilirəm, nə deyirəm də. Elə sizin öz içinizdə adam var ki, bir ildir ki, haçan gələn Məhərrəm gələr, Həzrət-i Rüqəyyə gecəsi olar. Mən həmən gecə xanım Rüqəyyəyə təvəssül eləyərəm. Ona görə bu gecə istəyirəm ki, elə hamımız ürəyimizi boşaldaq. Xanım Rüqəyyə, Allah rəhmət eləsin Munzəvini. Bayaq ondan bir beyt gördüm, gör nə oyun çıxardır. Deyir, Əbbası ölən bacı olub şimrə giriftar. Hardan tapırlar bu sözləri, mən bilmirəm. Əbbası ölən bacı olub şimrə giriftar. Bir zaman Əbbas kimi bir qardaş qoruyur xanım Zeynəbi, indi isə şimrə əsir düşür. Əbbası ölən bacı olub şimrə giriftar, bax bir fələkin gərdişinə gör nələr eylər. Bir qız dolana daima Əkbər qucağında. Bir qız dolana daimən Əkbər qucağında neylər görə şimri ilə fələk həmsəfər eylər. Əli Əkbərin qucağında böyüyən Rüqəyyə indi Şimirlə səfərə çıxıb, Şam səfərinə. Zəcirdən səfərə çıxıb. Xuli ilə səfərə çıxıb. Əli Əkbər qucağında böyüyüb, İmam Hüseyin qucağında böyüyüb. İmam Hüseyin Peyğəmbər dedi, Hüseyin məndəndir, mən də Hüseyindənəm. Quran deyir ki, Peyğəmbər aləmlərə rəhmətdir. Deməli, Hüseyin məndəndir, mən də Hüseyindənəm. Hüseyin kim olur? Sən an verirəm Allaha, kim olur? Aləmlərə rəhmətdir. Peyğəmbər deyir, mən ondanam, o da məndən. O Allah aləmlərin rəhməti olanda, bunu başa düşməyə nə var axı? Başıva dönüm sənin, nə var axı? İndi aləmlərə rəhmət olan İmam Hüseyin. Təllin üstündə Aşura axşamı dayanmışdı, baxırdı belə, amma ağlayırdı, ağlayırdı. Xanım Zeynəb gəldi, qaldı, dedi, qardaş, Hüseyin, biz əlinin övladıyıq ya. Biz düşmənin çoxluğu bizi ağlatmaz ha. Ha, qurban olun belə bacıya. Dedi, Hüseyin, biz əlinin övladlarıyıq, biz Zəhranın övladlarıyıq. Düşmənin çoxluğu bizi ağlatmaz ha. Hüseyin döndü, dedi, bacı Zeynəb, düşmənin çoxluğunu ağlamıram ki. Nəyə ağlayırsan Hüseyin? Dedi, bu qədər insan mənə görə cəhənnəmə gedəcək. Düşməni və ağlayırsan Hüseyin, bəli. Rəhmətən lil aləmin elə budur da, aləmlərə rəhmət. İndi aləmlərə rəhmət olan 3 yaşında qız uşağı necə əzizləyir, necə bəsləyir, necə böyüdür. Allaha and verirəm Həzrət-i Rüqəyyə. O evlər ki, uşağı həsrətdir, Allah o evlərə uşaq versin. Məxsus övlad istəyənlər var, iltimas eləyənlər var, ilahi. Həzrət-i Rüqəyyənin əli ilə insanların o arzusu olanların arzularını verginən ilahi. Evdə qız uşağı olanlar bilirlər. O tamam, atalıq. Bir ustadımız vardı, deyir, mənim 3 də oğlum vardı, amma mən bilmirdim atalıq nədir. Amma Allah mənə bir qız verəndən sonra mən bildim ata necə olur. Hələ üstün biraz tozlu olar, tez gələr balaca əlləri ilə təmizləyər. Əlim bulaşar, tez qaçar, istəyər su gətirsin. Dəstəmaz alarsan, dəsmalı gətirər. İstəyərsən namaz qılmaya götürər, xalçalı səndən qabaq sərə. Mehribandır da, çünki mənası var, niyə? Çünki gələcəkdə ana olacaq axı. Ana olacaq. Ona görə Allah ona o fitrəti verib. Körpəliyindən onu mehribanlıq verib ona. Ha, oğlan isə yox, kişi olacaq, vətən qoruyacaq, namus qoruyacaq, qeyrət qoruyacaq. Ona görə onun xüsusiyyəti biraz başqadır oğlan uşağına. Elə gərək elə də böyüdəsən onu. Onu o cür hazırlayasın. Amma qız uşağı yox, qız uşağı mehriban. Həzrət Əli deyib də, deyib neçə sifət var ki, kişidə bəyənilir, amma qadında bəyənilirmiş. Deyir, məsələn, səxavət, kişidə bəyənilir,
Amma qadında yox. Qadın biraz gərək evi düşünə. Amma kişi yox, səxavətli gərək olar. Qısqanclıq məsələn. Qadın qısqanc olanda ailə dağılır. Amma kişi qısqanc olsa, bəli, qeyrətini müdafiə eləyər, əladır. Daha diqqətli olar ailəsinə qarşı. Sonra Həzrət Əli buyurdu üçüncü. Üçüncü hansıdır? Dedi üçüncü şücaət. Kişi şücaətli olmalıdır, amma qadın qadına analıq şücaəti o qədər lazımdır. Amma daha kişi qədər şücaətli olsa olmaz ki. Ona görə Allah o uşaqlıqdan verib ona xüsusiyyəti. O bir dəfə bunu təməddündən eşitmişdim, demişdim, çox təsirlənmişdiniz siz bu sözdən. İstəyirəm onu təkrar deyim. Ona görə o oğlan uşağı ilə qız uşağında ki, belə fərq var. O deyirdi ki, ustad deyirdi ki, bir dənə də fərqlərdən biri budur. Məsələn, oğlan uşağın yanında əgər atasını döysələr, oğlan uşağının ayaq tutub yeriməsi bəs eləyir. Hücum çəkəcək. O atasını vuranı istəyəcək, o da vursun. Amma qız uşağının yanında bir də Allah eləməsin, onun atasını vursalar, o hücum eləməyəcək. Çünki qız uşağında o yoxdur. O nə edəcək? O sağa, sola qaçacaq, deyəcək, əmilər, dayılar, gəlin atama kömək. İndi Həzrət Rüqəyyənin yanında İmam Hüseyin. Rüqəyyə də baxır sağa sola. İstəyir kömək çağırsın, kimi çağırsın. Ona görə yapışdı xanım Zeynəbin ətəyindən. Dedi, bibi Zeynəb atamı vurur. İnşallah xanım Rüqəyyənin barəsində söz çoxdur. Söz çoxdur. Dedim, mən yuxuda atasını gördü. Harda görülür baxır. Məsələn, uşaq ağlıya ata istəyirəm, onu döyərlər. Bu, harda o? Dedi, atamı istəyirəm. Yuxuda görmüşdü. Dedi, atamı istəyirəm. Qoy oxuyum. Hacı Ənvərin yazdığını qoy oxuyum. Eşidilməlidir, vallah, həyifdir. Biraz səbirli olay. Nə olar ki? Allah bizi xanım Rüqəyyənin şəfaatindən əski bir nəsib eləməsin. Deyir, bibi viranəyə gəlmişdi atam, getdi hara? İndi ayılıb yuxuda, xanım Zeynəbə danışır. Bibi viranəyə gəlmişdi atam, getdi hara? Kama yetmişdi ürək hüsn-i del arasından. Yuxuda kama yetmişdim də. Ürəyimin arzusuna yetmişdim yuxuda. Mən onun əllərini öpdüm, o mənim gözlərimi. Tapdı təskin ürəyim ruhi təsallasından. Mən dedim bülbülüvü gör nə salıblar qəfəsə. O nəvaziş elədi bülbülü şeydasından. Bura qulaq az. Mən dedim əmməmə bax, yuxuda demişəm atama. Mən dedim əmməmə bax, qaməti qəmdən bükülüb. O dedi dərs alıb əmmin bala zəhrasından. Anasından dərs alıb, onun üçün narahat ol. Mən dedim kaş gələydi Əli Əkbər sən ilə. Ata gəlmişdin, Əli Əkbəri də gətirəydin. Mən dedim, kaş gələydi Əli Əkbər sən ilə. O dedi, gəlmədi, şərməndədir Leylasından. Anasından utandı, gəlmədi bala. Mən dedim, müştəriyəm, Əsxərə laylay demə. Əsxəri də gətirəydin. Ata, ona laylay demək istəyirəm, axı, darıxmışım. Mən dedim, müştəriyəm Əsxərə laylay deməyə, yuxluyubdur, yəni yatıbdır. O dedi, Fatimə laylasından. Dedi, Əli Əsxəri ona görə gətirməmişəm ki, nənəsi Fatimə laylaydır, cənnətdə yatır. Dedim, Abbas əmim gəlsin. Dedim, Abbas əmim gəlsə dolanla başına.
Dedi ümidimi kəs. Haşimi Səqqasından. Dedi kızım Abbasın gəlməyindən ümidimi kəs. Dedim ey vay bu nə sözdür. Nə gəlibdir əmimə. Göz yaşım axdı bu qəmli sözün imasından. Aldı ağuşa məni, gördü ki ağlayıram. Yuxuda aldı ağuşa məni, boynuma saldı kolunu. Kurtararsan dedi az ömrünün izasından. Dedi bu az ömrün əziyyətindən kurtararsan bala, narahat olma. Kurtardı. Hele bu yuxudan sonraydı. Bu sözləri demişdi, hamı ağladı. Ağlamaq səsi ucaldı. Nala ucaldı. Yezid dedi ki, nə ağlamaq səsidir? Dedilər ki, Hüseynin bir balaca kızı var, atasını istəyir. Dedi, aparın başını verin ona. Koydular İmam Hüseyin Aleyhisselam'ın başını bir de. Üstünde örtüyle örttüler. Getirdiler o viraniye, o xarabiye. Koydular Rüqəyyənin qabağına. Bu 3 yaşlı bala baxdı təbəqə. Örtüyü var axı. Baxdı təbəqə, döndü bibisi Zeynəbə. Dedi, əmmə, mən yemək istəmədim. Mən təam istəmədim, mən su istəmədim. Mən atamı istədim. Açdılar örtüyü. İndi nə olar ilahi, nə olar? Amma gör o 3 yaşlı bala neynədi? Aldı İmam Hüseyin Aleyhisselamın o kəsilmiş başın qucağına.